Salam, sabahınız xeyir. Mənim əziz, gözəl bacılarım. Kanalımın gözəl izləyicilərinə salam olsun. Qızlar, sizləri təmizliklə açsası oldum. Salamlayası oldum. Təmizliyə başlayıram. Gördüyünüz kimi toz-soran qoymuşam. İnşallah Ramazan qabağı təmizliklərə başlayırıq. Start verdik. Ramazana az qaldı. Allahın izni ilə Allah bizləri qovuşdursun Ramazana. Bu kıxnanı buranı təmizlədim. Hər yeni dəzgahları sildim, üstünü, şkafları sildim. Bir dənə xaladenik qalıb, onun için təmizləyəsiyəm. Divanı qəşəng təmizlədim, sürtdüm. Tozunu aldım, toz soranladım. Bir dənə qalıb toz soranlamağı, indi toz soranlayacağam. Qazın üstünü, aspirator hamısını sildim. Gördüyünüz kimi. Moykanı da sürtdüm. Burada su damcalayır deyin. Kağız qoymuşam ki, ləkə düşməsin. Belə. İndi mən yavaş-yavaş başlayayım işlərimə. Hələ hamamımız durur. Buraları təmizləyəsiyəm. Otaqları təmizləyim. Şkaflara əl gəzdirməliyəm. Qızlar, ev işlərini qurtardım, təmizlik işlərini tamamladım. Burada aldığım bir-iki əskiklərimi tamamladım və sizlərə təqdim edirəm. Qarşıdan inşallah bizləri 11 ayın gözəl sultanını qarşılamaq düşür. İnşallah onu sevə-sevə, canı ürəkdən qarşılayaq. Bol-bol dualar edək, bol-bol namazlar qılaq. Şükür edək, şükürlərimizi artıraq inşallah. Allah bizləri Ramazana qovuşdursun. Ramazan inşallah bizlərdən razı gedər. Bilirəm ki, siz də, mən də Ramazanın gəlişini səbirsizliklə və həyəcanla gözləyirik. Allah qoysa, sağ-salamatçılıqla oruçlarımızı tutarıq inşallah, dualarımızı edərik. Ramazan ayı bərəkət aydır. Ramazan ruhun dinçlik tapdığı, qəlbin yumşaldığı mübarək aydır. Ramazanda səbr etməyi, şükür etməyi, paylaşmağın gözəlliyini bir daha bizlərə xatırladır. Bu günlərdə evimizdəki hər an açılan hər iftar süfrələri, edilən hər dualar, oxunan Quran surələri, ayələri çox dəyərlidir. Allah tutulan oruçları, edilən duaları inşallah qəbul eləsin. Qəbul etsin Allah. Şaban ayının axırıncı 3 günü qalıb. Onu da tamamlayaq, Ramazanımızı qarşılayaq inşallah. Mən sabahdan Ramazanın qarşılanmasına başlayacağam. İnşallah Allah qəbul eləsin cümlə.
حبيبي إليك فاض قلبي عشقا. Burada da ay şəklində bacardığım qədər dekor hazırlamağa çalışıram. İnşallah ki, yaxşı olar, bəyənərsiniz. الله سلام. سال دمعي شوقا يا حبيبي إليك فاض. Nərgizin ən gözəl vaxtıdır qızlar. Yoldaşım həyətimizdən, o biri məhəlləmizdən mənim üçün nərgiz yığıb gətirib, gəlinim üçün, mənim üçün. Çox sağ olsun. Hazır yuxamızdan rahat həzm. Mən sizə göstərmişdim qızlar. O həmin yuxadan tez bazar əl üstü pizza eləmək istəyirik. Bəlkə acmışıq. Keçən vloglarımda göstərdiyim kimi rahat həzm çörəyindən pizza hazırlayırıq qızlar. Evdə olmağı rahatdır. Elə acdın, Allah'a şükür hər şey bir dəqiqə əlimizin altında var. Hazırlayıb nuş eləyə bilərsiniz. وسلام.
Sona qədər məni izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Qarşıdan gələn Ramazan ayınız mübarək olsun. Sağlıqla inşallah oruçlarımızı tutmağı Allahdan arzu edirəm. Abunə olmağı, kanalımı bəyənməyi, takib etməyi unutmayın. Hər birinizə təşəkkür edirəm.